Herkese salam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili sayfa 6 ve 7 işleyəcəyik. Gəlin başlayaq. Birinci misal. Read, listen and report. Oxu, qulaq as və təkrar et. Gəlin ən birinci bunun ingiliscə oxunuşuna qulaq asaq. Hi, I'm Jaila. Nice to meet you. What's your name? Hi, my name's Anthony. Nice to meet you too. Aslımıza görə gəlin keçək tərcüməyə. Hi, I am Leyla. Salam, mən Leyləyəm. Səninlə görüşmək çox xoşdur. Sənin adın nədir? Salam, adım Antonidir. Səninlə görüşmək də çox gözəldir. İndi oxuduq, tərcüməsini etdik. İndi gəlin ikinci misala keçək. Burada look yazılıb, yəni diqqət edir. My name is. What is. Yəni deyir ki, is sözü ilə gördüyünüz is sözü ilə gördüyünüz bu s eynidir. Yəni əgər qısaltmaq istəyirsinizsə is yerinə sadəcə belə bu xətlə s yaza bilərsiniz. Dırnaq xətti ilə. Hani my name islə my name bərabərdir. Yəni ikisinin də mənası eynidir. İndi gəlin keçək ikinciyə. Change the words in blue. Sən practice the dialogue with partner. Yazıb ki, buradakı sözləri dəyişin öz sinif yoldaşınızın adı ilə və onun təsirini oxuyun. Məsələn, yaza bilərsiniz ki, Hi, I am Hasan. Salam, mən Həsənəm. Ya da orada yaza bilər ki, Hi, my name is Ali. Mənim adım Əlidir. Yəni deyir ki, burada adları dəyişdirib bir-birinizin arasında dialoq qurun. Bu sizin üçün daha yaxşı olacaq deyir. Üçüncüdə yenə bir dənə listening verib. Gəlin listeningi qulaq asaq. 1, Pen, 2, book, 3, notebook, 4, eraser, 5, pencil, 6, dictionary. Listeningi qulaq asdığımızı görən gəlin başlayaq. Bir nömrədə gördüyümüz kimi bir dənə qələm şəkli var. Qələm ingiliscə pen deməkdir. Birə pen yazacağıq. İkincisi isə pensil. Pensil karandaş deməkdir. Pensilə 5 yazacağıq. Sonra isə gəlir book. Burada gördüyümüz kimi book 6 nömrəsi ilə işarələnmişdir. Bu kitabdır. Daha düzü burada book 2 nömrəsi ilə işarələndirilmişdir. Gördüyünüz kimi bu kitabdır. Sonra isə gəlir lüğət. Lüğət burada 6 nömrəsi ilə işarələnmişdir. Axırıncı isə gördüyümüz kimi burada bir dənə dəftər var. Dəftər isə 3 nömrəsi ilə işarələnmişdir. Bildiyiniz kimi dəftər ingiliscə notebook deməkdir. İndi gəlin səhifə 7-yə keçək. Birinci misal. Listen and report. İndi bir dənə qulaq asacağıq və onu sonra təkrar edəcəyik. A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. Qulaq asıb təkrar etdiyinizə görə gəlin baxaq. Yəni burada demişdi ki, bu ingilis əlifbasıdır. Oradakı söz hərflərin
səsli oxunuşunu qulaq asdınız və təkrarladınız. İndi gəlin ikinciyə keçək. Copy the alphabet to your notebook. O yuxarıdakı alfabeti dəftərinizə köçürün. Color the words. Bu rənglərlə işarə edin. A-nı mavi, E-ni qəhvəyi, İ-ni qara, O-nu qırmızı, U-nu isə sarı. Yəni qalan samitləri isə yaşıl. Yəni deyir ki, bu saitləri qabaqlarında verilmiş sözlərlə yazın. Qalanı green. Məsələn, burada A hərfi mavi demişdi. A-nı onun üçün dəftərinizə köçəndə mavi ilə xəttləyəcəksiniz. Mən xəttimi bəs pisdir indi burada. Sonra isə E brown, yəni qəhvəyi. Qəhvəyi rəngi götürüb E hərfini işarələyəcəksiniz. Belə və s. Bunu digər hərflərdə edəcəksiniz. İndi gəlin keçək üçüncüyə. Yenə bizə bir listing verir və deyir ki, bu listingə qulaq asın. Gəlin qulaq asaq. 1, Green. Green. 2, Eraser. Eraser. 3, Notebook. Notebook. 4, Pencil. Pencil. 5, Red. Red. 6, White. White. Listingə qulaq asdığımızı görək, gəlin indi yazma keçək. Birinci özü bizə vermişdi. Green, yəni yaşıl. İkinci isə o da eşitdiyiniz kimi söz eraser. Yəni pozan deməkdir. Sonra isə orada gələn söz notebook, yəni dəftər. Dördüncü söz isə pencil, yəni karandaş. Ondan sonraki söz isə red, yəni qırmızı. Və axırıncı söz isə white, yəni ağ sözüdür. İndi üçüncü ilə işlətdiyimizə görə gəlin keçək dördüncü misala. Copy the chart to your notebook. Then complete it. Yəni deyir ki, bu cədvəli dəftərinizə köçürün və sonra onları tamamlayın. Bunu köçürəndən sonra, məsələn, me, mən, my partner isə mənim part yoldaşım deməkdir. Məsələn, bu siz öz istəklərinizi görə yazacaqsınız, amma mən indi bilən məsələ verəcəm. Məsələn üçün, ad. Ada yaza bilər ki, Lili. Bunu öz adınıza görə dəyişdirəcəksiniz. İsim yoldaşınızın adı da Ethan ola bilər. Exclude object. Bir məktəb əşyası. Bunu yaza bilərik ki, məsələn üçün board. Ya da daha uyğun ola bilər ki, book. Kitab. Digər sinif part yoldaşınız yaza bilər ki, notebook. Dəftər. Rəng olaraq istədiyinizi yaza bilərsiniz. Məsəl üçün yaza bilər ki, red. Ya da blue. Bunu sizin və part yoldaşınız işləyəcək. Bu sadəcə bir nümunə idi. 5-ci. Work in pairs, birlikdə iş. Partner A. Spell your words. Partner A öz sözlərini hecalayaraq desin ingilis dilində. Partner B. Write the words for your partner. Partner B isə o hecalan sözləri
Düşsün və onlar sözə çevirib yazsın. Take turns being A and B. Sıranızı A, B olaraq dəyişdirin. Bunu yəni biriniz bilən sözü hecalaya deyəcək, digəri isə yazacaq. Bunu biz 3-cü tapşırıqdakı qulaq asmadakı kimi işləyəcəksiniz. İndi gəlin Luka baxaq. Look, diqqət yetir. A pen, a book. Bir kitab və bir karandaş. An eraser və bir pozan. Gördüyümüz kimi, əgər birinci hərf samitdirsə, onun qabağına A, əgər birinci hərf saitdirsə, onun qabağına an qoyuruq. Yəni, əgər saitdən başlayan sözdürsə an, samitlə başlayan sözdürsə A. Bugün sizinlə birlikdə 5-ci sinif ingilis dili səhifə 6 eğitini işlədik. Gələcək videomuzda görüşmək ümidi ilə. Hələlik.